Salam əziz şagirdlər, dəyərli abituriyentlər, vaxtınız xeyir olsun. Bugünkü mövzumuz amonimlər, sinonimlər, antonimlərdir. Mövzumuz uzundur, ona görə hissə-hissə izah edəcəm. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Bizə dəstək olun ki, videoların ardı gəlsin. Başlayaq testimizə. Birinci sual, hansı sözün qarşılığı düzgün verilmişdir? Yəni sinonimi, laqeyd, diqqətli antonimdir. Kəmsavad, istedadlı, mənalı antonimdir. Elm və elmli antonim deyil, həm də kökləri eynidir. Ona görə C variantda çıxdı. Kəmşin, şipşirin kökləri eynidir. Camız ocaq Y variantı, bimürvət və insafsız sinonimdir. İkinci suala baxaq. Sözlərdən yalnız biri amonim kimi işlənə bilir. Əsl amonim deyil. Gəlin vurğusu dəyişən sözdür, amonim deyil. İncimək feil kimi, bir də var incinə isim kimi. Ona görə ikidə camız olacaq C variantı, nazik amonim deyil, atlas amonim deyil. Üçüncü suala baxaq. Sinonim sözlər cərgəsini müəyyən edin. Həkim, hakim, sənət fərqli sözlərdir, sinonim deyil. Hündür, yüksək, uca, hündür bina, yüksək bina, məsələn, uca bina. Ona görə cavabımız olacaq 3-də B variantı. Səhərlə axşam antonimdir. Ləpə, çay, dəniz sinonim deyil. Göz, qaş, baş bunlar sinonim deyil. 3-də cavabımız olacaq B variantı. 4-cü suala baxaq. Amonim sözlər cərgəsini müəyyən edin. Deməli, dən amonim kimi işlənir. Bir saçlarıma dən düşdü, ağlıq düşdü. Bir də var quşların yediyi dən mənasında, amma sən amonim olmur. Ona görə A variantı çıxdı. Qədəm, qələm amonim olmur. B variantı çıxdı. Fizikada amonim deyil. Yel amonim deyil çıxdı. Külək amonim deyil, televizor amonim deyil. Ay amonim olur. Bir həftə ay mənasında, oktyabr ayı. Bir yerin peyki mənasında. Bir də çağırış nidası mənasında. Həftə amonim olmur. Gün amonim kimi götürmək olar. Bir gün günəş mənasında. Bir də 24 saat gün mənasında. Amma həftə amonim olur deyə D variantda çıxdı. Ləpə bir dənizin ləpəsi. Bir də var ləpə qoz mənasında. Qoz ləpəsi yəni. Biz əvəzlik mənasında. Biz ayaqqabının bizi mənasında. Say, saymaq mənasında feil kimi, bir də var say termin kimi. Ona görə cavabımız olacaq 4-də Y variantı. 5-ci suala baxaq. Amonim sözlər cərgəsi müəyyən edin. Deməli, 5-də hələ A olacaq. Çünki bez, bezmək mənasında feil kimi, bir də var bez isim kimi. Sonra yar, yarmaq feil kimi, bir də var yar sevgili mənasında. Sonra düz, düzmək feil kimi, dərə, təpə, düz mənasında isim kimi. Sonra düz yol, sifət kimi, bir də var düz ədat kimi işlənir. Düz burnunun yanında dayandı. Sonra biz ayaqqabının bizi, bir də var biz əvəzlik kimi. 5-də olacaq A variantı. B variantına baxaq. Qoşa, quzu amonim deyil. Yorğun, yarğan da amonim deyil. B variantı çıxdı. Yox, amonim deyil. C-də çıxdı. Kürək amonim ola bilir. Məsələn üçün insanın kürəyi, bir də var kürək alət mənasında. Qayıq amonim deyil, dəniz amonim deyil. D variantına baxaq. Sözdür, hərarətdir, bərəkətdir, elmdir. Bunlar amonim deyillər. Çöl amonim deyil, arıq amonim deyil. Var bir nəsə var mənasında, bir də var dövlət mənasında amonim ola bilər. Amma el amonim deyil. Ona görə 5-də cavabımız olacaq A variantı, Y variantda çıxdı. 6-cı suala baxaq. Hansı cərgəli sinonimlər həmişə bir-birini, bir dəqiqə biraz böyüdüm, hansı cərgəli sinonimlər həmişə bir-birini əvəz edə bilir? Deməli, dava düşdü, müharibə düşdü, olmaz. Sonra davam var, müharibən var, olmaz. Yəni, ürək, könül bir-birini əvəz edə bilir, yəni həmişə əvəz edə bilmir. Nisbi sinonimlərdir. Gözəl, gülçək nisbi sinonimdir. Eynəklə çəkməkdir. Eynək aldım, çəkmək aldım. Eynək taxdım, çəkmək taxdım. Altda cavabımız olacaq. D variantı, yoxlamaq, sınamaq. Tapşırığı yoxladım, tapşırığı sınadım demək olmur. Ona görə bunlar da nisbi sinonimdir. Altda cavabımız olacaq D variantı. 7-ci suala baxaq. Nümunədə alınan xətt cəmi sözlər leksik babına hansına aiddir? Deməli, gətirib onları yada təbrizim, yəni yadına salmaq mənasında. Baş əymə cəllada yada təbrizim, yəni yad özgə mənasında. Bunlar bir-birinə münasibətdə amonimdir.
7-də Y variantı. 8-ə baxaq. Amonimlərdən ibarət cəhərgəni müəyyən edin. Bir var sol, solmaq mənasında, bir də var sol tərəf mənasında. Yol, yolmaq mənasında, bir də var yol, isim, getdiyimiz yol. Dağ, dağ vurmaq mənasında, bir növ damğa vurmaq. Bir də var dağ, dərə təpə, dağ mənasında. Sonra bağ, bir ayaqqabının bağı, bir də var bağ-bağça mənasında. Ona görə 8-də cavabımız olacaq A variantı. Sənət amonim deyil, çıxdı. Əsr amonim deyil, süzmə amonim deyil, vurğusu dəyişən sözdür. Çapacaq, bu da amonim deyil. Ona görə cavabımız olacaq 8-də A variantı. 9-cu suala baxaq. Sözlərdən biri amonim kimi işlənə bilir. Elə 9-da cavabımız A olacaq. Təsnif bir bölmə mənasında, hər hansı bir bölməsi, hissəsi mənasında. Bir də var təsnif, musiqidə təsnif var termin kimi. Ona görə 9-da A olacaq. Bunlardan heç birindən məhrum, mərhum, mətin, mətin bunlar amonim kimi götürülmür. 10-cu suala baxacaq. Sözlərin üçünün də amonim olduğu cəhərgəni müəyyən edin. Deməli, yaş amonimdir, insanın yaşı, bir də var yaş paltar mənasında, baş çox mənalıdır, çıxdı. Su amonim deyil, A variantı getdi. Kök, bir ağacın kökü mənasında, bir var yediyimiz kök mənasında, bir var dolu bədənli kök mənasında amonim götürülür. Say, saymaq, bir də var say termin kimi götürülür. Amonim, türkçə isə amonim deyil, B variantı çıxdı. Çal, amonim kimi götürülür. Amma yağ, yağmaq, bir də var yağ, yediyimiz yağ mənasında amonimdir, amma dağlı amonim deyil. C variantda çıxdı. Arx amonim deyil, çıxdı. D variantında yol amonim kimi götürülür. Məsələn üçün, yol, bir var getdiyimiz yol, bir də var yolmaq mənasında feil, göz amonim deyil, çox mənalıdır. D variantda çıxdı. Üzmək, amonim kimi üzmək, bir də var üz, insan üzü, bir də var nəyəsə başını üzmək, kəsmək mənasında götürmək olar. Sonra yol, getdiyimiz yol, bir də var yolmaq, tək, məsələn yerin təki isim kimi, tək əldən səs çıxmaz sifət kimi, sonra tək mən gələcəm ədat kimi götürmək olar, amonimdir. Onda cavabımız olacaq E variantı. Sonra 11-ci suala baxaq. Antonim sözlər cəhərgəsini müəyyən edin. Antonimlər istəyir bizdən. Deməli, əziz, hörmətli, bu sinonimdir. A variantı çıxdı. Sevinc və kədər antonimdir. Qəm, qüssə, bunlar sinonimdir. Bu da çıxdı. B variantda çıxdı. El, oba sinonimdir. Yurd, yuva sinonimdir. C variantda çıxdı. Xeyir, şər antonimdir. Oğul, uşaq sinonimdir. D variantda çıxdı. Ağ, qara antonimdir. Tez, gec antonimdir. Axşam, səhər antonimdir. 11-də cavabımız olacaq Y variantı. Antonimlərdə həm də eyni nitq hissəsinə fikir vermək lazımdır. 12-ci suala baxaq. Sinonim olan sözlər cəhərgəsini müəyyən edin. Deməli, sinonimi olan deyir. Yəni, çətin, mürəkkəb, tərəqqi, inkişaf, varlı, imkanlı mənasında, dövlətli mənasında götürülür. 12-də cavabımız olacaq A variantı. Sonra keçək 13-cü suala. Hansı cəhərgəyə sözləri hamısı amonimdir. Deməli, baş çox mənalıdır, çıxdı. Göz çox mənalı çıxdı. Qol amonimdir bir dənə. Sonra yağ amonimdir. Yağmaq, bir də var yağ, yediyimiz yağ. Sağ, sağmaq mənasında, sağ tərəf mənasında amonim götürmək olar. Oynaq, bir sümüklərin oynağı. Bir də var oynaq sifət kimi necə? Oynaq məsələn mahnı. Ona görə cavabımız olacaq B variantı. Tut, amonim götürmək olur. Tutmaq, bir də var yediyimiz meyvə tut mənasında. Ətək amonim deyil, əl amonim deyil. C variantı da çıxdı. Sonra A variantda çıxmışdı. Gəlir amonim deyil, çıxdı. Qaçır amonim deyil. Görüş amonimdir. Görüşmək, bir də var görüşünə. Gülmək, bir də var gül amonimdir. Sonra dil, insanın dili, bir də var rus dili, ingilis dili amonim kimi götürmək olar. Amma göz çox mənalıdır. Ona görə 13-də cavabımız olacaq B variantı. 14-cü suala baxaq. Antonim cəhərgəsini müəyyən edin. Uzun, gödək, bəli, götürmək olar. Antonimdir. Sonra
böyük, kiçik antonimdir. Gecə, gündüz antonimdir. Elə 14-də cavabımız olacaq. A variantı mədlə namət kökləri eynidir, antonim olmaz. Enli, ensiz kökləri eynidir, antonim olmaz. Səhər, axşam antonimdir. Dost, tanış sinonimdir. Ona görə D variantı da çıxdı. Yaxşı, yaman antonimdir, amma dallı ilə dasız kökləri eynidir. Ona görə antonim olmaz. Bağlı, bağçalı, bunlar da elə sinonim kimi götürmək olar. Ona görə 14-də cavabımız olacaq A variantı. 15-ci suala baxaq. Amonim sözlər cərgəsi müəyyən edin. Deməli, dolu yağdı. Bir də var dolu vedrə mənasında sifət kimi götürmək olar amonim, amma boş amonim olmur. Ad amonim olmur, yay amonimdir. Yayma, bir də var yay fəsli. B var. Bir də ox, kaman, yay mənasında. B variantının A variantı çıxdı. Azmaq, bir də var az nə qədər say mənasında amonimdir. Amma baş amonim deyil, çox mənalıdır. Ona görə C variantı da çıxdı. Yolmaq, yol amonimdir əvvəldə demişdim. Bol isə amonim deyil. D variantı da çıxdı. Udla yad. Bir var udmaq, bir də var çalğı aləti. Yəni ud mənasında musiqi aləti. Bir də var yad, yaddaş mənasında. Bir də var yad, özgə mənasında. 15-də cavabımız olacaq. E variantı. 16-cı suala baxaq. Hansı sıralardakı hər iki söz amonim kimi işlənə bilər? Baxaq. Dil, insanın dili, bir də dedik rus dili, amma diş amonim olmur. Çox mənalıdır. Danmaq, dan ulduzu amonimdir. Amma bir də var danmaq, bir də var dan ulduzu. Dinmək, bir də var din. İslam dini mənasında, bir də feil kimi dinmək. Ona görə ikini götürük amonimdir. Yolmaq, yonmaq olmur, amma yol amonimdir. 3 çıxdı. Sonra çat amonimdir, çatmaq. Bir də var divardakı çat. Amma çit amonim deyil. 4-də çıxdı, 1-də çıxmışdı. Sonra yaş, bir var yaş sifət kimi. Yaş paltar, bir də var insanın yaşı isim kimi amonimdir. Qurumaq feil kimi də var quru necə sifət kimi. Ona görə 5-i də götürdük. Cavabımız olacaq 16-da B variantı. 17-ci suala baxaq. Biri günahsız sözünün sinonimidir. Günahsız sinonimi məsum, günahsız. Məsum adam, günahsız adam. 18-ci suala baxaq. Biri vurulmaq sözünün sinonimidir. Vurulmaq süst olmaq deyil, sakin olmaq deyil, məşğul olmaq deyil, nail olmaq deyil, bənd olmaq. Birinə vuruldum, bənd oldum mənasında da. 18-də 7 cavabımız. 19-cu suala baxaq. Biri kədərli sözünün sinonimi deyil. Pərişan olar, kədərli sinonimdir. Sonra məhsun olar, sinonimdir. Hüzünlü sinonimdir, qəmli sinonimdir. Amma məsum, günahsız deməkdir, sinonimdir. 19-da cavabımız olacaq. E variantı. 20-ci suala baxaq. Biri batmaq sözünün sinonim ola bilər. Batmaq süst olmaq deyil, zəif olmaq, əlbir olmaq deyil, qərq olmaq, batdı mı, gəmi batdı, qərq oldu. C variantı, D variantı çıxdı, E variantda. 21-ci suala baxaq. Hansı dərəcədə sözlərin üçünü də amonim kimi işləmək mümkündür? Ürək, könül, qəlb amonim deyil, sinonim olar. Qapı, həyət sinonim olar, həyət üzr istəyirəm, sinonim kimi də götürmək olmaz. Sonra ağ, qara, qırmızı amonim deyil. Çürümək, nəyəsə qaşımaq, çürümək mənasında biri budur. Sonra bir də var balığın çürüsü. Təsnif dedik bölmək isə mənasında. Bir də var təsnif, musiqidə təsnif var. Səbəbimizə muğam növüdür deyəsən təsnif. Qalamaq, bir də var qala isim kimi. Ona görə cavabımız olacaq D variantı. Top amonimdir, düzdür. Bir silah top, bir də var oynadığımız top. Amma külək amonim deyil. Don, paltar mənasında götürmək olar amonim kimi. Bir də var donmaq feil kimi. Amma küləyə görə çıxdıracağımız oldu. 21-də D variantı. 22-ci suala baxaq. Hansı dərəcədəki sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Bel, insanın beli. Bir də var kürək bel mənasında amonimdir. Amma göz amonim deyil. Çox mənalıdır. Ətək çox mənalıdır. A variantı çıxdı. Çay, içdiyimiz çay. Bir də var kür çayı amonimdir. Amma şahid amonim deyil. Ona görə B variantı çıxdı. Sonra divan amonimdir.
Bar, divan, belə deyək, oturduğumuz divan, bir də ədəbiyyatda termin kimi divan var, şeirlər toplusu, bar, kafe mənasında, bir də var meyvənin barı, amma həyat amonim olmur. C variantda çıxdı. Hava, bir var musiqi havası, bir də var oksigen aldığımız hava, amonimdir. Saz, amonimdir. Bir də var saz vəziyyətdir, bir də var aşıq aləti saz, musiqi aləti, sağmaq, bir də var sağ necə, ona görə cavabımız olacaq 22-də D variantı. Qazmaq, bir də var qaz, amonimdir. Qaş amonimdir. Məsələn üçün, üzüyün qaşı mənasında, bir də var insanın qaşı, amma nəfis amonim deyil. Ona görə Y variantda çıxdı. 22-də cavabımız olacaq D variantı. 23-cü suala baxaq. Hansı şəkildə sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Deməli, əsrdir, almadır, əkindir. Bunlar amonimdir. Alma vurğusu dəyişən sözdür, əkin vurğusu dəyişən sözdür. Çıxdı. Dərd, kədər, hüzün. Bunlar sinonim kimi götürmək olar. B variantda çıxdı. Daş, daşmaq kimi amonim götürmək olar, amma sakin amonim deyil. Aş amonim kimi götürmək olar. Aşmaq mənasında. Bir də var yediyimiz aş plov mənasında, daş, bayaq dedim, daş yerdəki daş mənasında, bir də var suyun daşması, çayın daşması mənasında sakin olmadı. C variantda çıxdı. Dolu, bir var dolu yağır, bir də var dolu vedrə, isim sifət kimi. Kütlə, cəmaət mənasında, bir də var kütlə çəki vahidi mənasında, ikisi də amonimdir. Əsər, əsər əlamət, məndə əsər əlamət qalmayıb. Bir də var əsər, məsələn, Leyli Məcnun əsəri, ona görə 23-də cavabımız olacaq D variantı, nadan amonim deyil. 23-də Y variantda çıxdı. Məsələn, doğrunu da, məsələn, evə doğru qoşma kimi götürmək olar amonim. Bir də var doğru necə, doğru söz necə, sifət kimi amonim götürmək olar. Qan, qanmaq mənasında, bir də var insanın bədənindəki qan mənasında amonim kimi götürmək olar. 23-də cavabımız oldu D variantı. 24-cü suala baxayım. O zaman bəylərin alqışı, alqış, qarğışı, qarğış idi. Elə bu antonim sözlərdə alqışla qarğış. 24-də cavabımız olacaq B variantı. Sonra bu dərdə tablaşmaq, bu əzaba dözmək çox çətin idi. Cümləsində altına xəcəm sözü hansı məna qrupuna? Deyir, bu dərdə tablaşmaq, elə dözmək mənasında sinonimdir bir-birinə. Bu dərdə dözmək, bu əzaba tablaşmaq çox çətin idi. Yerini dəyişəndə eyni mənanı verir. 25-də cavabımız olacaq sinonim. 26-cı sual. Hava soyuq idi, onun havası çalındı. Burada musiqi havası mənasında termin kimi. Bir də var hava, oksigen havası məsələn üçün. Burada da termin kimi işlənir. Hər ikisi amonimdir. 26-da cavabımız olacaq E variantı. 27-ci suala baxaq. Hər üçün amonim kimi işlənə bilər. Məsələn üçün, deyək ki, diş çox mənalıdır, çıxdı, qaz homonimdir. Bir heyvan qaz, bir var oksigen qazı, bir də var yandırdığımız qaz, maye qaz mənasında. Bircə dəqiqə, bir var heyvan qaz mənasında. Bir də var oksigen qazı mənasında amonimdir. Bel, insanın beli mənasında, bir də bel kürək mənasında amonimdir, amma A variantda dişə görə çıxdı. Çaya baxay, çay, kür çayı, bir də var dedik ki, çay içdiyimiz çay mənasında amonimdir. Qol, qapıya vurduğumuz qol, imza qol, sonra insanın qolu mənasında, amma göz çox mənalıdır, B variantı çıxdı. Bal, yediyimiz bal, xal, bal məsələsində xaş amonim deyil, baş amonim deyil, C variantı çıxdı. Sonra bağ, bağ-bağça mənasında, bir də var ayaqqabının bağı. Sağ, sağmaq, bir də var sağ tərəf mənasında. Sonra talamaq, dağıtmaq mənasında, bir də var tala çığıra mənasında. 27-də cavabımız olacaq D variantı. Çöl amonim deyil, bax amonimdir. Ayaq çox mənalı sözdür, ona görə 27-də Y variantda çıxdı. 28-ci sual. Hər üçü amonim kimi işlənə bilər. Deməli, qurd bir soxulcan mənasında, bir də qurd canavar mənasında amonimdir. Az, azmaq mənasında, bir də var az, say mənasında, nə qədər. Dəniz çox mənalı, dəniz belə deyək, amonim deyil, A variantı çıxdı. Al,
rəng mənasında al rəng, bir də var al almaq mənasında feil kimi, don donmaq mənasında, bir də var paltar don, əsr amonim deyil, divan roman, belə deyə ədəbiyyatda divan mənasında şeir toplusu, bir də var oturduğumuz divan, həyat amonim deyil. Sürət amonim kimi götürmək olar. Bir üzünün sürəti, bir də var sürət məxrəc mənasında, amma həyata görə çıxdı. Qoruq amonim deyil, kök amonimdir. D variantı da çıxdı. Bel insanın beli mənasında, bir də əyətdəki işlədiyimiz bel kürək mənasında, yol yolmaq mənasında, bir də getdiyimiz yol mənasında amonimdir. Beldə amonim oldu. Bir də var dar, dar ağacı, bir də var dar yer, necə yer, ensiz yer. Ona görə 28-də cavabımız olacaq E variantı. Sonra 29-cu suala baxaq. Amonim üçün işləbilən ədəbiyyatşünaslıq terminidir. Məsəl amonim deyil, epos amonim deyil. Sonra bənd qoşma ilə cavabımız olacaq 29-da B variantı. Bir də var şeir bənd mənasında, bir də var bənd bərə mənasında. Suyun qarşısında bənd çəkdilər. Bu mənada qoşma bir Azərbaycan dilində termin kimi, bir də ədəbiyyatda qoşma şeir növü, şeir janrı. Ona görə 29-da B variantı oldu. Faciə amonim deyil, povest amonim deyil, cəraylı amonim deyil, dastan amonim deyil, remarka, tuyuq amonim deyil. 30-cu sual. Amonim üçün işlənə bilən ədəbiyyatşünaslıq terminidir. Elə A variantı. 30-da divan, bir oturduğumuz divan mənasında, bir də var demişdim şeir toplusu. Qitə coğrafiyada termin var, bir də var qitə şeir növü, şeir janrı, əruz növdə olan şeir janrı. Ancaq 30-da A variantı oldu. Bunlardan heç biri də amonim olmur. Sonra 31-ci sual. Sinonim sözlərdir. Deməli, əxlaq isimdir, həyalı sifətdir. Ona görə A variantı çıxdı. Əqidə və məslək. Əqidə nə, məslək nə? İkisi də isimdir. Sinonim götürmək olar. İsmətli, namuslu. 31-də cavabımız olacaq B variantı. İradəsiz, iradəsi olmayan, heç ümumiyyətlə bunlar sinonim götürmək olmur. Çay ilə göl. Yerinə görə götürmək olar bəlkə, amma C var, iradəsiz və iradəsi olmayan bunları götürmək olmaz. Odlu və alovlu olar sinonim kimi. Alçaq, hündür olmayan bunu sinonim götürmək olmaz. D variantda çıxdı. Pis, yaxşı antonimdir. Y variantda çıxdı. Sonra 32-ci suala baxaq. Sinonim olmayan sözlərdir. Nəticə, yekun. Bunlar sinonimdir. Göy, səma sinonimdir. Gödək, qısa sinonimdir. Qoca, yaşlı, bunlar da sinonimdir. B variantı çıxdı. Vüsal, qovuşmaq, biri isimdir, biri feildir. Olmaz. Ayaz, şaxtala, biri isimdir, biri sifətdir. Olmaz. Ona görə 32-də cavabımız olacaq C variantı. Sonra tez sürətlə olar. Tez necə, sürətlə necə? Sürətli daha uyğun olardı. Sonra asta, yavaş, bunlar da sinonimdir. Ayrı və ayrı, başqa, yüngül, xəfif, bunlar da sinonimdir. O şəkildə cavabımız olacaq C variantı. 33-cü suala baxaq. Antonim sözlərdir. Səhər, axşam antonimdir. Dost, tanış sinonimdir, çıxdı. Yavaş, asta sinonimdir, çıxdı. Tez, cəld sinonimdir, çıxdı. Aşkar, xəlvət, bəli, gizli, xəlvət gizli deməkdir, götürmək olar. İrəli, geri götürmək olar. Əli açıq, xəsis götürmək olar. 33-də deyildi cavabımız. Yaxşı yağan antonimdir. Dadlı, dadsız kökləri eyni deyəs. Bunları biz sinonim götürə bilmərik. Ona görə 33-də cavabımız olacaq Y variantı. Elə baxlı, baxçalı bunlar da sinonimdir. 34-cü sual. Antonim sözlərdir. Deməli, sevinç, kədər olar. Qəm, qüssə sinonimdir. Çıxdı A variantı. Xeyir, şər antonimdir. Oğul, uşaq sinonimdir. Çıxdı. Arxayın, nigaran götürmək olar. Alqış, qarğış götürmək olar. Eniş, yoxuş götürmək olar. 34-də cavabımız olacaq C variantı.
Sonra el, oba sinonimdir. Çıxdı D variantı. Əziz, hörmətli. Bunlar da elə sinonimdir. E variantda çıxdı. 34-də cavabımız oldu C variantı. 35-ci sual. Amonim sözlərdir. Deməli, fəsil, payız fəsli olar. Bir də var fəsil bölmə, götürmə olar. Köz, amonim deyil, göz çox mənalıdır. Alışmaq, öyrənişmək mənasında. Alışdım, öyrənişdim. Bir də alışdım, yandım mənasında. 1-4, xal da amonimdir. Xal, say mənasında, bal mənasında. Bir də var xal, üzdəki ləkə mənasında. Mətn amonim olmur. Atlas amonim olmur. Cavabımız olacaq 1, 4, 5 var. 5 C variantı. 36-cı suala baxaq. Amonim sözlərdir. Deməli, minmək. Bir də var min, say. Dərin amonim olmur. Saç. Bir var saçmaq mənasında feil kimi, bir də var insanın saçı amonimdir. Qarış, qarışmaq mənasında, bir də ölçü vahidi. Bir qarış, 4-ü də götürdük. Geyim olmaz, biçin olmaz, atlas olmaz. 1, 3, 4-lü cavabımız. A variantı 36-da. 37-ci suala baxaq. Endim bulaq başına, yarım çıxdı qarşıma. Altına xətt sözün sinonimidir. Bulaq çeşmə olar. Endim çeşmə başına, yarım çıxdı qarşıma. 37-də cavabımız olacaq C variantı. 38-ci sual. Aşağıdakı sözlərdən hansılar amonim xüsusiyyətinə malikdir? Deməli, 7 amonim deyil, ürək amonim deyil, qaz amonimdir, qazmaq, bir var heyvan qaz, bir də var bu oksigen qazı, məsələn üçün karbon qazı, sonra yaş, bir var yaş isim kimi, insanın yaşı, bir var yaş sifət kimi götürərik amonim, sonra şirin amonim olmur, 80 qorxmaq mənasında, 80mək, bir də var 80 say mənasında, 100 amonim olmur, at heyvan mənasında, bir də var atmaq mənasında, feil kimi, 3, 4, 6, 8, cavabımız olacaq 38-də B variantı. 39-cu sual, sözlərdən hansılar amonim xüsusiyyətinə malikdir? Bir var qalamaq, bir də var qala isim kimi, yaşıl amonim deyil, göy, səma mənasında, göy rəng mənasında, almaq mənasında, bir də var al rəng mənasında, sağ, sağmaq mənasında, bir də var sağ tərəf mənasında, bir də var sağ, necə, sifət kimi, 5-i də götürərəm, şəkər amonim deyil, qəlb amonim deyil, qoca amonim 4. Deməli, 1, 3, 4, 5 cavabımız olacaq C variantı. 40-cı suala baxaq. Cümlələrdən birində feilin kökü amonim xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilər. Bizdən isim və feil kimi istəyir. Deməli, yaradıcılar həyəcanlı görünürdülər. Deməli, kökü isə gördü. Gör heç amonim deyil, çıxdı. Yarılmışdı sözü, bir var yarmaq mənasında. Feil kimi. Bir də var yar, sevgi mənasında. İsim feil kimi. O 40-da B olacaq cavabımız. Üfüqlər qaralmışdı. Obislərine də baxaq. Bir qara sahə, yer mənasında qaraya çıxdı. Bir aşqara mənasında. Bir də qara rəng mənasında. Deməli, qara isim kimi qaraya çıxdı. Türkçədə qara sözü var. Sahilə, yəni qaraya, isim kimi, bir var qara rəng mənasında, sifət kimi, bir də aşqara isim kimi, yəni feil kimi ümumiyyətlə olmur, C variantı çıxdı. Sel tədricən azalırdı, az bir say mənasında, bir də feil mənasında, bizə isim feildir, D variantı da çıxdı. Yaş sifət mənasında, yaş palta, bir də var yaş insanın yaşı, isim kimi sifət isim olmadı. 40-da cavabımız olacaq B variantı. 41-ci suala baxaq. Gül balalar deyib gülsün. Nümunəsində altına xətt cəmsizlər bir-birinə münasibət nədir? Təbii ki, amonimdir. Biri var gülmək, feil kimi, bir də var gül, bitki. 41-də cavabımız olacaq B variantı. Onun nəfsi ağırdır, onun tamağı çoxdur. Tamahla nəfs bir-birinə sinonimdir. Həm də eyni nitq hissəsidir. 42-də cavabımız olacaq C variantı. Keçək 43-cü suala. Antonim sifət cüklərində ibarət sözlərdir. Demək, antonim sifət istir. Güney nə, quzey nə isim çıxdı. Şimal, cənub nə isim çıxdı. Yaxşılıq, yamanlıq isimdir çıxdı. Gözəl, çirkin antonimdir çıxdı. Antonim istəyir bizdən.
Bir dəqiqə təzədən baxım. Deməli, güney, quzey isimdir. Bizə sifət istəyir, çıxdı. Yaxşılıq, yamanlıq isimdir, çıxdı. Gözəl, çirkin antonimdir, düzdür, sifətdir. Kobud, incə sifətdir. Quru, yaş sifətdir. 43-də cavabımız olacaq C variantı. Sonra gözəl, qəşəng. Bəli. Bəli deyəndə gözəl, qəşəng burada sinonimdir. Ona görə D variantda çıxdı. Qış, payız. Bunlar antonim kimi də götürülməməzi. Qışla payızı. Ona görə 43-də cavabımız olacaq C variantı. Həm də qışla payız isimdir. Sonra 44-də keçək. Hər ikisi qurluqca düzəltmə antonim sözdür. Deməli, baxaq. Düzəltmə istəyir bizdən. Açmaq, bir dəqiqə. Açmaq, açılmaq. Bax, bağla, bağlan. Bu düzəltmədir. Həm də qurluqca antonimdir. Açılmaq, bağlamaq. Elə 44-də cavabımız olacaq A variantı. O birisilərə baxaq. Enməkdən eniş olur, amma yoxuş sadədir, B variantı çıxdı. Mürəkkəb, çətin, sadədir, sifətdir, ikisi də çıxdı. Sonra danışmaq sadədir, susmaq sadədir, çıxdı. Küsüşmək ola bilər. Düzəltmə də, amma barışmaq sadədir, çıxdı. Bizdən düzəltmək istədiyinə görə cavabımız olacaq 44-də A variantı. 45-ci suala baxaq. Hansı bəndəki omonimlərin hər biri termin kimi də işlənə bilər? Deməli, məxrəc amonim sözdür, həm də termindir. Bir surət məxrəc mənasında, bir də var dilçikdə termin məxrəc. Sirkə amonim sözdür. Bitin balası, bir də var kimyada turşu mənasında termin kimi götürmək olar. Sədəf amonim deyil, A variantı çıxdı. Xor, belə deyək, musiqidə termin kimi xor ansamblı, bir də var xor həqarətlə baxmaq, götürmək olar. Amma nişan amonim olsa da termin deyil. Nişan işarə vurmaq mənasında, var nişan toy mənasında B variantda çıxdı. Qrov, gözün zəifliyinə deyirlər. Bir də qrov, belə deyək, gecə şeh olanda yarpaqların üzərində buz zərrəciklər olub. Biz ona qrov deyilir, amma termin kimi işləmir. C variantda çıxdı. Təsnif, musiqidə təsnif var. Bir də var təsnif qruplara, bölmələrə bölünmə var. Belə deyək, bölmələr, qruplar deməkdir. Deməli, musiqidə təsnif deyirik deyə termin kimi götürmək olar. Efir, bir efir yağları, bir də var efir səhnə mənasında. Həm amonim, həm termindir. Qaz, bir qazmaq mənasında. Bir də var karbon qazı termin kimi götürmək olar, həm də amonimdir. Hava, bir coğrafiyada hava var termin kimi. Bir də belə deyək, oynaq hava mənasında musiqi havası. 45-də D variantı, cavabımız D variantıdır. Oynaq, bir tipdə termin kimi insan oynaqları. Bir də var oynaq hava, musiqi termin kimi götürmür, amma müxtəsər amonim kimi götürmür. Ona görə D variantı çıxdı. 46-cı suala baxaq. Amonim kimi işlənə bilən dilçi terminlərdir. Deməli, bucaq riyaziyyatda işlənən A variantı çıxdı. Aşıq ədəbiyyatda işlənən C variantı çıxdı. Tamamlıq xitab əvəzi amonim deyirlər. Dilçi termin olsalar da amonim deyirlər. Bir zəfdir, sifətdir, saydır. Zəf bir məktub mənasında. Bir də var dilçilikdə zəf, nitq hissəsi. Sifət insan sifəti. Bir də var nitq hissəsi sifət. Say, saymaq mənasında. Bir də var nitq hissəsi. Və ona görə 46-da cavabımız olacaq. B variantı roman, dastan, hekayə, ədəbiyyat terminləri. Bir də amonim olmalar. D variantda çıxdı. 47-ci suala baxaq. Kökü amonim olan sözdür. Deməli, yaşıllıq sözün kökü yaşıldır. Toxucu sözün kökü toxudur. Soyuducu sözün kökü soydu. Soyuda sözün kökü soydu. Çalışmaq sözün kökü çalışdı. Burada cavabımız olacaq D variantı. Soymaq, soydan, nəsil, soy. Soydaş, həm bu mənada. Bir də nə isə soymaq, kartof soymaq mənasında 47-də cavabımız olacaq. D variantı, ardına baxaq, 48-ci sual, biri amonimdir. Deməli, A variantı olacaq. Bayaq demişdik, təsnif qrup, bölmə. Bir də var, musiqidə təsnif var, termin kimi. Gövhər amonim olmur, ətək çox mənalı sözdür, satirik vurğusu dəyişən sözdür, bildir vurğusu dəyişən sözdür. 49-a baxaq, isim və feil kimi amonim ola bilməz. Deməli, dinmək,
feil kimi də işlənir, həm də din isim kimi işlənir, A variantı çıxdı. Qarışmaq feil kimi, bir də var ölçü vahid kimi B variantı çıxdı, isimdir. Boyamaq, boya nə isimdir? Divan götürəcək cavabımızı. Çünki divan bir oturduğumuz divan, bir də var ədəbiyyatda şeirlər topusu külliyyatı. Hər ikisi isimdir, cavabımız da oldu. Danmaq, bir də var danılduzu. Həm isim, həm feil kimi Y variantı çıxdı. 50-ci suala baxaq. İsim və feil kimi homonim ola bilməz. Deməli, qanmaq feil kimi, həm də var qan nə isim kimi A variantı çıxdı. Qarışmaq ölçü vahidi isim kimi, bir də var qarışmaq feil kimi. Daha doğrusu bir qarış isim kimi, bir də var qarışmaq feil kimi B variantı çıxdı. Anmaq feil kimi, bir də var an isim kimi. Qatar bir belə deyək, sərnişin qatarı, bir də qatar musiqidə qatar var. Deyəsən, muğam növüdür. Ona görə əldə cavabımız olacaq D variantı, hər ikisi isimdir. Qırmaq, bir də var qır nə isim. İsim feil kimi işləndi, Y variantda çıxdı. 51-ci suala baxaq. Deməli, amonim sözlər əsası müəyyəndir. Dolma amonim olmur, bölgü amonim olmur. Qabaq ola bilər. Bir səndən qabaq, bir də var əvvəl qabaq zəf kimi, qoşma zəf kimi, qax meyvə qurusuna deyirlər. Bir də var qaxmaq feil kimi, fokus, sehir fokus, bir də var gözlərdə fokuslar var, o. Amma onun üçün götürmür, amma göz çox məna sözdür, çıxdı. Deməli, A, B, C variantları çıxdı. Dik, dikmək, göz dikmək, bir də var dik necə, sifət kimi. Sifət zərf kimi, qalamaq mənasında işləyir. Bir də var qala nə isim kimi, çatmaq feil kimi, bir də var çat, divardakı çat mənasında isim kimi, saymaq, bir də var termin kimi, dilçidə say. Cavabımız olacaq 51-də D variantı. Bel amonim olur, qaş amonim olur, amma baş amonim olmur. Çox mənalı sözdür. 51-də Y variantda çıxdı. 52-ci suala baxaq. Hansı bənddə həm onimlik, həm də çox mənalı xüsusiyyətə malik söz yoxdur? Həm amonim, həm də çox mənalı xüsusiyyətə malik söz yoxdur. Deməli, baş çox mənalıdır, insan başı, dağın başı, amma amonim deyil. Ömür də amonim deyil. Elə cavabımız 52-də A olacaq. Çünki həm çox mənalı, həm amonim xüsusiyyətə malik söz yoxdur. Yəni, biri olmayacaq. Yaxud da hər ikisi. Qol həm amonimdir, həm də çox mənalıdır. İnsanın qolu, belə deyək, qol imza mənasında qapıya vurduğumuz qol mənasında amonimdir. Bir də var ağacın qolu. Həm amonim, həm çox mənalı sözdür. B variantı çıxdı. Ənənə və düz. Düz özü həm amonim, həm çox mənalı sözdür. Düzmək, dərə-təpə düz mənasında, ədat kimi düz. Bir də var düz söz. Burada da çox mənalı kimi işləndi. Həm amonim, həm çox mənalı sözdür. C variantı çıxdı. Say. Həm homonim, həm çox mənalı sözdür. Bir saymaq mənasında, bir nitq hissəsi say mənasında amonimdir. Bir də var adam saymaq, hörmət eləmək mənasında. Burada da çox mənalı kimi çıxdı. D variantda çıxdı. Dim və dil. Dil həm amonimdir, həm çox mənalı sözdür. Dil insanın dili, bir də var rus dili amonimdir. Bir də var piyanonun dili, burada da çox mənalıdır, Y variantda çıxdı. 53-cü suala baxaq. Amonim ola bilən sözdür. Gilas amonimdir, göl amonimdir, göz amonimdir, qapı amonimdir, dik də amonim. Bir dik necə, zəf kimi, bir də var dikmək mənasında, göz dikmək mənasında. Burada feil kimi. Cavabımız oldu 53-də Y. 54-cü suala baxaq. Bir amonim deyil, mürəkkəb amonimdir, mürəkkəb çətin, bir də var mürəkkəb nə isim kimi. Divan həm ədəbiyyat şeir toplusu, bir də var divan oturduğumuz divan. Al rəng mənasında, bir də var almaq mənasında feil kimi. Tələ amonim deyil, cavabımız D olacaq. Üzmək, kəsmək mənasında, dənizdə üzmək mənasında, bir də var insan üzü, amonim sözdür. Y variantda çıxdı. 54-də cavabımız olacaq D variantı. 55-ci suala baxaq. Biraz böyüdək. Bir dəqiqə. Deməli, uyğunluğu müəyyən edin. Sinonim ki, yaradan sözlər hər zaman bir-birini əvəz edə bilər. Bu səhvdir. Nisbi sinonim var, tam sinonim var. Deməli, belə olacaq. Amonim sözlər fərqli leksik mənaya malikdir. Bu doğrudur. Çox mənalı sözlər eyni hissəsinə aid olur. Bəli, bu da doğrudur.
Frazoid birləşmənin birinci tərəfi aslı, ikinci tərəfi əsasdır. Bu səhvdir. Ümumiyyətlə aslı əsas tərəf olmur. Ona görə yanlışdır. Belə olacaq. Düzəltmə sözlərin antonimi ola bilməz. Bu da yanlışdır. Ola bilər. Deməli, cavabımız olacaq. Baxaq, görək bura uyğun hansıdır. C variantı. Bəli. C variantı oldu cavabımız. Sonra 56-cı suala baxaq. Nəfis sözünün sinonimi hansı şəkildə düzgün verilmişdir? Deməli, nəfis zərif mənasında işlənir. Nəfis necə, zərif necə? İkisi də sifətdir, doğrudur. 56-da cavabımız olacaq. 57-ci suala baxaq. Hansı amonimlər müxtəlif hissələrinə aiddir? Deməli, mürəkkəb, belə deyək, həm sifət kimi işlənir. Mürəkkəb, həm də isim kimi biri götürərik. Nəticə, bir nəvə nəticə isim, bir də var nəyincə nəticəsi sonu, o da isimdir. Ona görə 2 çıxdı. Qurd, bir canavar qurd var, bir də soxulcan qurd var. 2 də çıxdı, 2 də isimdir. Yaş baldar, necə baldar? Sifət kimi, bir də var insan yaşı isim kimi. Bunu götürərəm. Çay hər vəziyyətdə isim olur. Bir içdiyimiz çay, bir də var kür çay isimli çıxdı. Bizə müxtəlif deyib. Şam, bir yandırdığımız şam, bir var şam ağacı, hər ikisi isimdir. 6-da çıxdı. Cavabımız olacaq 1, 4. D variantlı cavabımız. 58-də baxaq. Hansı amonimlər müxtəlif hissəyə aiddir? Yenə müxtəlif istəyir. Bizdən bal, yediyimiz bal, bir bal topladığımız xal, bal mənasında bir çıxdı. Tutmaq, bir də var tut, meyvə tut, isim kimi. Feil isim, çən, nə, çən, su doldurduğumuz çən, bakda deyilir. Bir də var çən, duman mənasında, hər ikisi isimli 3 çıxdı. Top, qapıya vurduğumuz, top oynadığımız top, bir də var döyüşdə silah top mənasında, hər ikisi isimli 4-də çıxdı. Əqrəb, saatın əqrəbi, bir də var heyvan əqrəb, həşərat əqrəb, 5-də çıxdı, hər ikisi isimli. Yolmaq, bir də var yol, nə? Saç yolmaq, bir də var getdiyimiz yol. 2, 6-da cavabımız Y variantı. 59-cu suala baxaq. Misralar hansında istək sözünün biraz böyle, hansında istək sözünün sinonimi işlənmişdir? Bu məktubun hər sətrində burada sinonim yoxdur. Ürək çırpınır, yoxdur. Böyük arzu, böyük əmək, istək, bu mənada dilək çırpınır, istək çırpınır. Cavabımız olacaq 3, 4, 59-da D variantı. Sonra 60-a baxaq. Yaman sözünün hansı cümlədə olduqca mənasında işlənmişdir. Dost yaman gündə tanınar, dost olduqca gündə tanınar olmaz. Gərayi sözünün yaman təsiri olduqca təsiri ilə cavabımız B olacaq. Yaman gün ömrü az olar, olduqca gün ömrü az olar olmaz. Yerinə qoyub tapmaq olar. Yaman adamdan uzaq ol, olduqca adamdan uzaq ol olmur. Aman oldu gəl, halım yaman oldu, halım olduqca oldu gəl olmaz. 61-ci suala baxaq. Altında xətt çəkilmiş sözlər hansılar amonimdir? Kağız çox mənalı olar, kağız torpa davamsız olur. Bu qədər kağız nəyə lazımdır? Ümumiyyətlə kağız çox mənalı olur, amma heç amonimdə deyil. Amonimliyi yoxdur daha doğrusu kağızın. Uşağın boğazı ağrıyır. Bir də var qrafinin boğazı burada çox mənalıdır. Uşağın dişi çıxır. Bir də darağın dişi burada da çox mənalıdır. Onun gözləri mavidir. Şkafı bir neçə gözü var. Burada da çox mənalıdır. Cavab olar yəqin ki, Y variantı. Axşam dolu yağdı. Nə? Ovçunun belindəki qatar patron dolu idi. Necə? Sifət kimi Y variantı. Sonra burada da kağız torpa davamsız olur. Kağız torpa ola bilər. Kağız nə isimli? Bu qədər kağız nəyinə lazımdır? Burada heç çox mənalı kimi, həqqi mənada işlər. Nə amonimdir, nə də çox mənalı. 62-ci suala baxaq. Hansı sözlər həm çox mənalı, həm də amonim sözlər kimi işlənə bilir? Deməli, dili olacaq, insanın dili, bir də rus dili, bir də var piyanonun dili. Çox mənalı kimi, durna çox mənalı amonim olmur. Sol ola bilər. Bir sol tərəf mənasında, bir də var solmaq, bir də var həyatım soldu mənasında çox mənalı kimi 3-ü götürərdim. Qol, insanın qolu, imza mənasında, homonimdir, bir də var çayın qolu mənasında çox mənalıdır. Həyat olmaz, kainat olmaz, insan olmaz.
üz olar, insan üzü. Sonra dənizdə üzmək omonim kimi, bir də var məsələn üçün kitabın üzü burada çox mənalı. 1, 3, 4, 8 cavabımız olacaq. Y variantı əslində bu sözlər həm ümumi, həm çox mənalı sözlər qayda kitablarında verir, əzbərləmək lazımdır. 63-cü sual. Sinonim və antonimlər üçün ortaq xüsusiyyət hansıdır? Eyni mənaları bildirmək, xeyr, bir-birinə əks mənalı bilmək, xeyr, eyni hissəsinə aid sözlərdə təşkil olmaq, bəli. Həm sinonim, həm də antonim eyni hissəsinə aiddir. Bir-birlə müəyyən bağlı olan sözlərdən təşkil olmaq, xeyr. Bir-birinə yaxın məna bilmək, xeyr. Sonra 64-cü suala bax, qafiyə təşkil sözlər nədir? Göl içrə üzürdü bir yekə qaz, amonimdir. Özünə fəxr edib uzatdı boğaz. Burada da amonimdir. Həm də amonim, həm də çox mənalı sözlər. İnsanın boğazı, sonra coğrafiyada boğaz, bir də var, belə deyək, çəkməyən boğazı. Yəni, həm amonim kimi işlənir, həm də çox mənalı kimi işlənir. 64-də cavabımız olacaq A variantı. 65-ci baxaq, qafiyə təşkil edən sözlər nədir? Bir çıxaydım damqayanın daşına, bir baxaydım keçmişinə, yaşına. Daş, yaş, belə deyək, yaş paltar, tutaq ki, insanın yaşı, bir də var yaş adam, məsələn üçün, bəyənilməyən pis adam mənasında yaş. Burada səhvimizə həm amonim, həm çox mənalı kimi işlənib. 65-də cavabımız C olacaq. 66-cı suala baxaq. Hansı cümlədə amonim üçün işləyə bilən söz vardır? Səsində baharın nəsimi gəldi, alqışa Füzuli nəsimi gəldi. Burada yoxdur. B variantı olacaq. Elə biz bir ayaqqabının bizi, bizdir, bir də əvəzlik kimi. 67-ci suala baxaq. Hansı cümlədə amonim üçün işləyə bilən söz vardır? Şəkil yağlı boya ilə çəkilmişdir. Elə boya sözü, boyamaq mənasında. Bir də boya nə? İsim kimi. 68-ci suala baxaq. Ümumiyyətlə altına xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Bulamaq, toplan görüb üst başını buladı, batırdı mənasında. Quyruğunu buladı. Burada fırlatdı mənasında, doladı mənasında amonim kimi götürülür. 69-cu sual, hansı homonimlər müxtəlif hissəsinə aiddir? Gün, bir günəş mənasında, bir də 24 saat, yəni bir gün eyni hissəsinə aiddir, bir çıxdı. Göy, səma, bir də var göy rəng mənasında, ikini götürdük. Gül, bir gülmək mənasında, bir də bitki mənasında götürmək olar, 2, 3. Əqrəb, həm saatın əqrəbi, həm həşərat əqrəbi isimdir. Sağ, sağmaq, bir də var sağ tərəf mənasında götürmək olar. 2, 3, 5, anmaq, bir də an isim kimi. 2, 3, 5, 6, cavabımız olacaq C variantı. 72-ci suala baxaq, hansı homonimlər müxtəlif hissəsinə aiddir? Bax, eyni hissəsinə aiddir. Qarışmaq, müxtəlif hissəsinə aiddir. Bir, qarış isimdir, bir də qarış feil kimi. Bir, həm ədat kimi işlənir, həm say kimi. Yazmaq, bir də yaz fəsli müxtəlif hissəsinə aid. Şam, eyni hissəsinə aiddir. Çürümək, bir də var balığın çürüsü müxtəlif hissəsinə aiddir. 2, 3, 4, 6. D variantı. Sinonimlərlə bağlı yanlış fikirdir. 71-ə baxaq. Daha çox isim sifət feillər sinonim olar. Yazıcı və dəyişik müxtəlif leksik mənalara görə eyni və yaxın mənalı bildirir. Eyni və yaxın mənalı düzdür. Eyni hissəsinə aid düzdür. Həmişə bir-birini əvəz edir. D variantı səhvdir. Çünki həmişə əvəz edə bilməz. Nisbi tam sinonimlər vardır. Məsələn üçün, sıx, həmişə bir-birini əvəz edir. Sıx meşə, məsələn, qalın meşə olar. Amma sıx kitab, qalın kitab olmaz. Nitdə yer stəkan qarşısına doğrudur. 72-ci suala bax, sözlərdən biri amonim xüsusiyyət daşıyır. İsim və feil kimi işlənə bilir. Burada olacaq C variantı sürmək, bir də var qoyun sürüsü. Nə? 73-cü suala baxaq. Sözlərdən biri amonim xüsusiyyət daşıyır, isim və feil kimi işlənə bilir. Diş çox mənalı sözdür. Çapmaq, bir də var çap. Çap hərfləri, çap, nə? Dolu sifət kimi, bir də var dolu, nə? Buz
belə deyək, dolu yağırdı, nə yağırdı? Sifət isim kimi C variantı çıxdı, B variantı çıxdı. Bir dəqiqə baxışlayın. Cavabımız elə B variantı olacaq. Bayaq dedim, bir var çap hərfləri, nə? Bir də var çapmaq, feil kimi. Çən hər iki vəziyyədə isim olur. Bir su doldurduğumuz çən, bax. Bir də belə deyək, duman çən, D variantı çıxdı, hər ikisi isimdir. Qurd soxulcan mənasında, bir də var qurd, belə deyək, canavar mənasında Y variantı çıxdı. 74-cü soruya baxaq. Antonimlə bağlı səhv fikirdir. Mürəkkəb sözlərin bir qismi antonimlə hesabına əmələ gəlir. Olar. Antonim tərəflər səhər axşam məsələn. Antonimlə tərəflər eyni hissəsinə aid olur. Ola bilər. Biri bir-birinin əksi olan sözlər mürəkkəb sözlər antonimlik yarada bilmir. Cavabımız olacaq. D variantı olar. Antonimlər istifadə edilmə təzad yaradılır. Olar. 74-də cavabımız oldu. D variantı 75-ci soruya baxaq. Anonimlərlə bağlı səhv fikri bir hərf fərqi ilə seçilən sözlər amonim deyil. Bəli. Eyni cür yazılan, lakin vurğusu müxtəlif sözlər amonim deyil. Bəli. Cənab qafilə həmişə amonim sözlərdən ibarət olur. C variantı səhv olacaq. Çox mənalardan da ola bilər. Ardına baxaq. Amonim olan söz ayrı-ayrı hissəsinə də mənsub ola bilər. Doğrudur. Qrammatik şəkli ilə amonim söz yaratmaq olmaz. Bu da doğrudur. Bu günlük bu qədər. Bizə dəstək olun. Videoların ardı gəlsin. Gələn görüşlərdə. Sağ olun.